Dostlar, deməli biz mən şəxsən 2-3 verilişə siyasi məhbusları adını sadəcə oxuyub sizə çatdıra bilməmişəm. Biz qalmışdıq Tofiq Rəhimov, düzdürmü? İsfəndiyar Məmmədov, Seymur Aslanov, Tofiq Rəhimov. Deməli, sonra kimlər var? Elşən Ələkbərov, Fərman Kərimov, Vilayət Qədimov, Rüfət Mayılov, Süleyman Ələkbərov, Araz Həsənov, Cəmşid Hüseynov, Samir Oruzov, Yusif Əliyev, Musa Quliyev, Aqil Rzayev, Tofiq Rəhimov, deyəsən təkrar eləmi? Vasif Nəbiyev, Zeynal Zeynalov, Anar Əkbərov, Ceyhun Məmmədov, Rəşid Musayev, Ehtiram Tağıyev, Nizat Aslanov, Mirsultan Bağırov, Alim Yusifov, Bəxtiyar Məmmədov, Sakit Məmmədov, Ceyhun Hacıyev, Hüseyn Rzayev, Eyvaz Baxşiyev, Rahil Ağayev, Cavanşir Səfərli, Nəsrəddin Nəsirov, İbrahim Muradov, Ceyhun Səyyadov, Rövşən Şərifov, Amil Bilalov, Siyavuş Hüseynov, Rövşən Hüseynov, Ramin Babayev. Dostlar, biləsiniz ki, bu adamların əksəriyyətini güya Azərbaycanda kəlmə dövləti, kəlmə deyil, bir ad qoyublar, dövləti yaratmaqda güya dövlət çevrişli iddia edirlər, İrana casusluq eləmək adı ilə bunlar həbs ediblər. Şəxsən mən uzun illərdir peşəkar siyasətdəyim. Yəni, Azərbaycan siyasətinin mətbəxində böyüyən adamım. Bu adamların 99%-ını tanımıram. Şu düşmədim, xalqın tanımadığı adam nətər dövlət qurur, nətər dövlət çevriş edir, kim onun arxasınca gedəcək, bu hakimiyyət cəmaatı milləti doluyub belə. Bu tərtərin başqa formada davamıdır. Bəxtiyar Bağırov, Hüseyin Qasımov, Nurlan Mirzəyev, Əhəd Əliyev, Tərlan Sayadov, Mirzəfər Hüseynzadə, Elvin Nəzarov, Hikmət Ağayev, Təbriz Qulubəyli, Cəlal Məhərramov, Rüstəm Əskarov, Samit Salamov, Cəmil Bədəlov, Qurban Quliyev, Namiq Şirinov, Əsrən Nurizadə, Elvin Zeynalov, Elşən Qasımov, Zamiq Əlimanov, Daşqın Heydərov, Ruslan Zavadov, birisi də Elşən ömürlükdə yatandı, Elşən Qasımov, İsmail Hüseynov, Faiq Əliyev, Teymur Həsənov, Firudin Zeynalov, Mahir Əzizov, Cəfər Zalov, Ceyhun Salahov, Rasim Mustafayev, Hamlet Abdullayev, Vüqar Məmmədov, Oqtay Hüseynzadə, Rauf Bayramov, Bəhram Əliyev, Akif Əliyev, Ceyhun Qurbanov, Həmzə Məmmədli, Elçin Əmrəslanov, Arif Kazımov, Dəyanət Kərimov, Həsən Mustafayev, Səfa Poladov, Əli Yusif Tahirov, Sahib Məmməd Əliyev, Yaşar Şahmuradov, İntiqam Qayıbov, Nadir Məhərrəmov, Rəşid İsmailov və Məqsud Hüseynov. Dostlar, demək, 3 verilişə mən bu siyasi məhbusların adlarını oxuyub bitərsə çatdırdım.